Allahın pərdəsi var. Hicab. Allahla bizim aramızda. Necə gəlib səhih hədisdə, əgər pərdə qaldırsa, yandırar, ta haranı görür, daha hər yanı görür. Oralar yanar. Deməli, pərdə var. Allah Subhanahu taala Mutaffifin surəsində nə deyir? Kəllə an rabbihim yevmə izin ləməhcubun. Yəni, kafirlər o gün hicab olacaq, görməyəcəklər Rəbbilərini. Amma möminlər, əksi nədir ayəni? Möminlər deməli görəcək. Və hicab barədə Allah Taala'nın hicab, yəni pərdə. O mənadadır. Quran-ı Kərimdə nə qədər ayələr var bu barədə. Nə qədər ayələr var? Məsələn, Allah Teala buyurur ki, وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمُهُ اللّٰهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ. Və ya başqa ayədə, Şura surəsi 51-ci ayə. Başqa ayədə, Kəllə innəhum an rabbihim yevmə izin ləməhcubun. Necə Mutaffifin ayəsi 15-ci ayə. Və həmçinin hədislərdə də qeyd olunub Allahın hicabı, yəni pərdə. Və o hicab nurdandır. Və bir rivayətdə gəlib oddandır. Bir rivayətdə gəlib oddandır. Lakin od yandırmır. Yəni məhv eləmir. Aydındır, elə od var ki, dağıdır, məhv edir. Elə od var, yandırmır. Və Allah Subhanahu Taala'ya təbii ki, nisbət eləmək, Allah Taala məxluqatından da o. Allah'a nisbət şərəfləndirmək mənası ilə Allah Taala nisbət olunub.